Rusiyanın Moskva şəhərində ekstremist birliyə qoşulmaqda ittiham olunan İrkutsk vilayəti sakini həbs edilib. O, Rusiyanı tərk etməyə cəhd edib, lakin Şeremetiyeva aeroportunda saxlanılıb. Lent az yerli mediaya isnadla bildirir ki, Şelexovdan olan 39 yaşlı sakin din, FTX və penitensiar xidmətin operativ xidmətlərinin nəzarət altında olub. O, ölkədən çıxmağa cəhd etdiyi zaman saxlanılıb və istintaq şöbəsinə aparılıb. Məhkəmə şübhəli şəxsi 2 ay müddətinə həbs edib. Kişiyə ekstremist qurumun fəaliyyətini təşkil etmə maddəsi üzrə ittiham irəli sürülüb. İstintaqın fikrincə, o 2021-ci ilin noyabrından 2025-ci ilin noyabrına qədər İrkutsk vilayətinin Şelexov rayonunun kriminal mühitində sabit mövqe tutub. Onun vəzifəsi iclasların keçirilməsi, hakimiyyət nümayəndələrinə qarşı aqressiyanın təbliği, kriminal ideologiyanın müdafiəsi və yeni iştirakçıların cəlb edilməsi kimi əməllərdir. Məlumata görə cinayət aləmində həmin şəxs Kot Pişik ləqəbi ilə tanınır və Şelexov üzrə nəzarətçi statusuna malikdir. O təxminən 20 ildir ki, hüquq mühafizə orqanlarının diqqətindəymiş. Hazırda kişi dindirilib, istintaq tədbirləri davam etdirilir.